Şimali Amerika'nın relyefini öğrenek. Şimali Amerika materiki, Şimali Amerika litosfer tavası üzerinde yerleşir. Sakit Atlantik Şimal buzlu okyanlarla əhatə olunur. Şimali Amerikanın sahil xətti gördüğünüz gibi oldukça gerintili çıxıntılıdır. Yani ada ve yarımadalar üstünlüğü təşkil edir. Şimali Amerikanın qərb hissəsində şimaldan cənuba Kordilyer dağları uzanır. Kordilyer dağlarının qərb hissəsində sahil dağları, Kaskad dağları yerləşir. Sahil dağları Sakit Okyan odlu həlqasına daxildir, geosinklinal qurşaqdır. Şərq hissəsində isə qayalı dağlar yerləşir. Qayalı dağlar Mezozoik yaşlıdır. Kordilyer dağların mərkəzi hissəsində Kolumbiya platosu, Böyük Hövzə, Kolorado platosu, Meksika yaylası kimi yüksəkliklər və yaylalar üstünlük təşkil edir. Meksika yaylasının qərb hissəsində Qərbi Sierra Madre, şərq hissəsində Şərqi Sierra Madre dağları uzanır. Kordilyer dağlarının ən hündür zirvəsi McKinley və yaxud da Denali zirvəsidir. Hündürlüyü 6194 metrdir. Alyaska silsiləsində yerləşib sönmüş vulkandır. Eyni zamanda materikin şimalında Brooks silsiləsi də yerləşir. Daha sonra Kordilyer dağlarında çoxlu sayda vulkanlar var. Bunlara Rainier, Shasta, Colima, Popocatépetl, Orizaba, Taxmuco, Momotombo kimi vulkanları deyə bilərik. Materikin şərq hissəsində düzənliklər üstünlük təşkil edir. Burada böyük düzənliklər, böyük güllər ətrafında mərkəzi düzənliklər, Labrador yarımadasında Kanada qalxanı deyə bilərik, Atlantik Okean sahilində Atlantik yanı ovalığı, Meksika sahilində Meksika yanı ovalığı, Mississippi çayını gətirdiyi çöküntülər hesabına formalaşan Mississippi ovalığını deyə bilərik. Şərq hissəsində yeganə qədim dağ Apalaş dağlarıdır ki, hündürlüyü 2037 metr olub, ən hündür zirvəsi Mitchell zirvəsidir.